da. Missiyam yerinə yetdi. Gündəlik həyatım belədir. Mən səhər durursan, yemini suyunu verirsən, sonra gelirsən işləməyə, işi görürsən. Hərdən olur işin tez bitir, hərdən olur gec bitir. Amma belə hər gün məni gözləyir də burada. Burada məni gözləyən yeganə canlıdır. Bu Cavid ağanın hekayəsidir. Amma bu hekayədə Cavid həm də mənim hiss elədiklərimi bölüşür. Son aylarda ölkədən ayrılmaq məcburiyyətində qalan kiminlə söhbət elədimsə, hamımızın eyni ağrılarda kəsişdiyini gördüm. Qatarın ritmi adamı uzaqlara aparır. Pəncərədən baxdıqca yaşadıqlarım bir film lenti kimi keçir gözümün önündən. Bu reislər bizi hara aparacağını yaxşı bilir. Eynilə mənim getdiyim bu yol kimi. Amma həyatda hər şey çatacağım mənzil qədər dəqiq olmur. Məsələn, doğulduğum ölkədə yaşayıb yaşamayacağım. Orayla bağlı qurduğum bütün planlar, sevdiyim küçələr, yarımçıq qalmış söhbətlər pəncərənin o tayında qalıb uzaqlaşır. Qürbət təkcə onlardan fiziki uzaqlıq deyil, həm də doğma xatirələrdən sürgün olmaqdır. İndi önümdəki yol məni Cavidə aparır. Mənim adım Orxandır. Bu isə mənim hekayəm deyil. Amma mən də bu hekayənin bir parçasıyam. Mənim sözümün bitdiyi yerdə onun hekayəsi başlayır. Mən Azərbaycanlı jurnalist və müstəqil tədqiqatçıyam. Əsasən etnik azlıqların dilləri və tarixi barədə maraqlanıram. Həm də ümumi türk tarixi barədə maraqlanıram. Amma mənim hal-hazırdakı statusum, belə deyim, özünü sürgün eləmiş jurnalist və yaxud aktivist statusudur. Bunun da əsas səbəbi 2024-cü ilin avqustunda mənim Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Litvaya universitet oxumağa gedəndə saxlanılmağım, bunun rəsmi səbəbi olaraq Bəhruz Səmədov işində şahid kimi saxlanılmağım idi. Hər vaxtınız xeyir, cin dobri, salamlar. Biz hal-hazırda Varşavadan Double Take proqramında bir yerdəyik. Və bildiyiniz kimi Double Take-də əvvəl ingiliscəsində, daha sonra isə Azərbaycan dilində xəbərlər veririk. DTX binasına daxil olanda mənə dedilər ki, sən Bəhruz Səmədovun yaxın kontaktı kimi saxlanılmısan, yəni şahid qismində. Mən də bunu anlamaqda çətinlik çəkdim sözündür. Çünki mən Bəhruzun heç yaxını deyildim. Düzdür. Telefondakı son şəkil böyük ehtimal mənlə idi. Çünki Bəhruzla konfliktimizin barışdığımız bir anda çəkmişdik o şəkli. Və gördüm ki, bu DTX üçün yaxın kontakt deməkmiş. Və onlar məndən nəinki Bəhruz haqqında, ümumiyyətlə Azərbaycandakı sosial hərəkatlar, vətəndaş hərəkatları, partiyalar, xaricdəki blogerlər və s. haqqında yəni mənim haqqımda da ümumiyyətlə məlumat istədilər. Bu soru-sual, bu istintaq Bəhruz Səmədovla sərhədlənməmişdi. Yəni mən orada anladım ki, Bəhruz Səmədov sadəcə bir bəhanə idi onlar üçün. Onlar mənlə tanış olmaq istəyirlər. Mənim tanıdığım adamlara da siqnal göndərmək istəyirlər. Və anladığım qədərilə mənim saxlanılmağımdan sonra artıq çox adam Azərbaycanı tərk elədi.
DTX-da 92 dənə rey var, şərh var. Mənimki ən yuxarıda təbii ki, mənim hesabım olduğu üçün. Bugün gördüm ki, 2 dənə like gəlib bura. Yazmışam ki, bəs çox qonaqpərvər insanlardılar, amma ki, oturacaqları biraz dəyişmək olar da 12 saatlıq istintaqa əsasən. Və öz işlərinə, yəni özlərini həsr edilmiş insanlardır. Hardasa 2 ay əvvəl yazmışdım bunu şey olanda, yeni ildə. Dedim, bir dəyişiklik edeyim. Mən düşünmürdüm ki, mən Bəhruzun işində şahid kimi olacağam. Mən bildim ki, mənim özümü də vətənə xəyanətlə ittiham eləyəcəklər və yaxud başqa bir şeylə ittiham eləyəcəklər. Və anladım ki, yəni artıq heç bir qırmızı xətt qalmayıb. Nə beynəlxalq təşkilatların və ictimaiyyətin, hüququn təyin elədiyi, nə də ki, bizim özümüzün inandığımız heç bir qırmızı xətt artıq qalmayıb. Hamısını keçməyə, hamısını tapdalamağa hazırdılar. Mən artıq burada başa düşdüm ki, nə qədər arxada olursan, arxa planda olursansa ol, bunun bir fərqi yoxdur. Artıq biraz gözə batırsansa, ingilis dilində yazırsansa, nə bilim sosial mediada like alırsansa, 5-dən çox like alırsansa, artıq sən təhlükədəsən. Birdən-birə ətrafımdakı insanlar şiddətli şəkildə azaldı. Elə məkanlara gedirdim ki, orada da dostlarım filan belə olur çox vaxt. Orada da daha trajikomik bir şey var idi ki, onların ümumiyyətlə həmin insanların xəbəri yox idi ki, mənim bu DTX-yə girib çıxmağımdan. Onu sonradan öyrəndilər və sonradan öyrənəndən sonra əlaqəni kəsdilər. Yəni deməsəydim əslində mənim üçün daha yaxşı ola bilərmiş. Belə, yəni bu mənə mental olaraq çox pis təsir edib və mənim üçün Bakı demək olar ki, artıq bitmişdi o nöqtədə. Amma bəsdir də. Bakıda olanda düşünürdüm ki, mən belə Nietzsche kimi dağların üstündə yaşamağı, tək qalmağı bacara bilən bir insanam. Çünki mən hələ təkliyi təcrübə eləməmişdim real mənada. Bakıda nə bilim həftə sonu çıxırdın şəhərə, heç kimdən plan qırmağıma ehtiyac yox idi. Çünki kimsə mənə gördü ki, Cavid gəl otur bizlə. Qəti heç vaxt elə bir dərdim olmayım, yəni kimdənsə əvvəlcədən planlaşdırım. Çox belə yaxın dostlarla, Ülviyə ilə filan, ancaq elə keyslərdə. Bura gələndən sonra artıq anladım ki, Avropaya gələndən sonra anladım ki, mən nə qədər təkəm və nə qədər insana ehtiyacım var. Mən əvvəl düşünürdüm ki, insan sosial canlıdır zat deyəndə insan mübaliğə eləyirlər, amma gördüm yox, kifayət qədər ciddi bir şeymiş. Görürəm ki, həmən elə söhbətlərə bu dəqiqə dəhşət darıxıram. Nə bilim, dayımla zəng eləyib 1 saat hinduşkadan danışmışıq. Hinduşka saxlayır da. Burada amma elə bir şey yoxdur. Bu dəqiqə mənim yaşadığım ünvanı ev sahibindən başqa heç kim bilmir. Birdən-birə kimsə durub, yəni mənə xəbərsiz gəlib qonaq gələ bilməz, elə bir şans yoxdur. Uzaqbaşı paçtalyon gələ bilər, o da ki, məndən əvvəl bu evdə qalmışların, adı hələ də gedən adamların məktubunu vermək üçün heç mənə məktub gətirən yoxdur. Mənim telefonumda, məsəl üçün, hamının telefonunda şey var, məni narahat eləmə düyməsi var da. Mən istəyirəm ki, artıq telefonumda məni narahat elə funksiyası olsun. Belə 6 saat görürsən ki, birdən kompüterlə işləyirəm, nəsə yazı yazıram və yaxud oyun oynayıram. Açıram telefonu, görürəm ki, bir bildiriş yoxdur. Hamısı ya bank proqramlarından, ya Duolingo'dan, ya da ki, başqa şeylərdən, ya bir insandan gələn bir bildiriş, mesaj yoxdur. Necə sən neyinirsən, necə gedir Avropa.
necə hiss eləyəcəyimi, necə hiss elədiyimi ümumiyyətlə bilmirəm. Gün ərzində müxtəlif saatlarda mənim hissim dəyişir. Bəzən çox təşviş hissində oluram. Bəzən gələcəklə bağlı dəhşət böyük qayğılarım yaranır. Bəzən belə bir yaxşı xəbər alıram belə, onun bir kiçik bir ümidi doğur. Yəni mən gün ərzində bu suala verəcəyim cavab çox sərt şəkildə, radikal şəkildə dəfələrlə dəyişir. Ona görə mən buna ümumi ortalama bir cavab da verə bilmirəm. Ani belə qərarlar verib canlı açıram, canlıda danışıram, heç kimə xəbər vermədən. Nə düşər belə. Ona görə bu suala verə biləcəyim bir cavab yoxdur. Bakıda olsaydım bir cavabım ola bilərdi. Yəni saxta da olsa bir cavabım ola bilərdi. Burada mənim bir dürüst cavabım yoxdur. Mən bilmirəm necəyəm və bilmirəm nə vaxt yaxşı olacaq.